Salam əziz izləyicilərim. Bugün sizə diş pastaları haqqında danışmaq istəyirəm. Çoxunuz sual verirsiniz, ay həkim, siz hansı diş pastasını istifadə edirsiniz? Əslində belə bir firmanın, şirkətin önəmi yoxdur. Sadəcə olaraq diş pastası istifadə edəndə çalışın eyni diş pastasını illərlə istifadə etməyəsiniz. Çünki hər bir diş pastasının tərkibi və təyinatı müxtəlifdir. Məsələn, 1-4 ay ərzində ağardıcısı daha yüksək diş ağartmağa meyilli diş pastalarından istifadə edə bilərsiniz. Növbəti 4 ayda həssaslıq üçün nəzərdə tutulan, diş həssaslığını, həssasiyyətini götürən diş pastaları istifadə edə bilərsiniz. Və növbəti məsələn aylarda damaq problemləri, parodontoz, parodontit, gingivit bu kimi problemlərdə sizə dəstək olan diş pastalarından istifadə edə bilərsiniz. Yəni bu önəmli deyil ki, hansı şirkətin, hansı pastasıdır. Əsas odur ki, təyinat müxtəlif olsun ki, hər dəfə sizin damaqla, dişinizlə bağlı müəyyən bir problemləri həll etməyə köməklik eləsin. İzləmədə qalın.